Uzun müddətli bir konsept üzərində işləyir. Qatlanabilən iPhone-lar doğrudur. Hər il bununla bağlı çox sayda sındı gəlsə də hələ ki ortaya çıxarılmış real bir məhsul nümunə yoxdur. iPhone Air isə bəlkə də o qatlanan iPhone-ların tam yarısıdır. Çünki Apple bu il 17 seriyası və Air-lə yeni bir istehsalat xəttinə keçid elədi. Smartfonun əsas komponentləri bu kamera adasına sığışdırıldı və batareya üçün geniş yer açıldı. Air isə bu smartfonlardan tamamilə ayrıca heç 17 seriyasının rəqəmini belə almadan təqdim olundu. Sadəcə iPhone Air. İzlədiyiniz bu icmalda Air-in müsbət detallarını, ardınca bir həftəlik təcrübəmdə yaşadığım mənfi komponentlərini sizinlə tam tərəfsiz reklam eləmədən bölüşməyə çalışacağam. Amma ilk olaraq hamıya maraqlı olan detaldan gəlin başlayaq. Azərbaycanda rəsmi satış qiymətindən. Kontakt.az-da iPhone Air nağdalış zamanı 2920 manata satılır. Bu 256 GB-lıq daxili yaddaş həcminə sahib başlanğıc versiyasıdır. Hissəli ödəniş seçimləri də mövcuddur. Digər yaddaş seçimləri isə maraqlıdırsa və almaq istəyənlər üçün videonun açıqlama qismində kontakt.az-dan link yerləşdirəcəm. Özünüz keçid edib nəzər sala bilərsiniz. İlk müsbət məqam bu incə və minimalist gövdəsidir. Smartfon 5.6 mm qalınlığında və cəmi 165 qram çəkidədir. Ekran 6.5 düym olduğu üçün Air-ə çox da kompakt cihaz deməyə adamın dili gəlmir. Kənarlardan titan çərçivə, seramik shield şüşə arxa qapaq ələ tam oturur. Smartfonu istifadə edəndə çox sürətli, amma ağır olmayan bir cihaz olduğunu hiss eləyirsən. Yəni, incə və yüngül smartfon sevənlər üçün ideal ölçülərə sahibdir. Lakin məni narahat eləyən əsas məsələ materialına görə barmaq izi ləkəsi saxlamasıdır və əldən sürüşməsidir. Xrustal bir cihaz kimi qorumalısan. Sözün açığı material olaraq mənə istifadə rahatlığını vermədi. Doğrudur, case alıb bu rahatlığı təmin eləmək olar, amma case ilə qalınlaşdırıb ağırlaşdıracaqdıqsa, Air almağın nə mənası qalır? Hamının qorxduğu məqamdan da danışım. Bu incə gövdə arxa cibdə üzərində otursam qatlanarmı? Cavab xeyr. Hətta belə deyim, indiyə qədər olan ən dözümlü gövdəyə sahib iPhone-lardan biridir. Qətiyyən əymək, bükmək olmur. İnternetdə olan test nəticələrinə baxıb özünüz də bunu təsdiqləyə bilərsiniz. Yəni alsanız bundan qətiyyən narahat olmayın. Dözümlü cihazdır Air. Smartfonun üzərində son model iPhone-larda yer alan SIM girişi istisna, bütün düymə və giriş çıxışlar yerləşdirilibdir. SIM yuvasının olmama səbəbi isə gövdəni daha incə saxlamaq və batareya üçün əlavə yer açmaqdır. Azərbaycanda olan bütün mobil operatorlar SIM-i dəstəklədiyinə görə bunun hər hansısa bir problem yaradacağını düşünmürəm. Amma SIM yuvası ilə yanaşı bu incə gövdə bizdən bir detalda qopardı. Söhbət aşağıda olan səs ucaldandan gedir. Bəli, Air stereo səsi dəstəkləmir. Baxmayaraq ki, bu cihaz üçün 3000 manata yaxın pul ödəyirsiniz. Bir ədəd spiker sadəcə yuxarıda incə formada yerləşdirilib. Əslində qınamağa adamın dili də gəlmir. Çünki belə incə gövdə lazımdırsa, mütləq nələrisə qurban verməlisən. Qurbanlardan ikincisi də məhz səs ucaldan olubdur. Səs səviyyəsi əslində normaldır, amma basları dəhşət çox partlayır. Yəni o biri iPhone-lar kimi deyil, amma idarə eləmək olar. IP68 su və toza davamlılığı, arxada MagSafe dəstəyi yerindədir. Kamera adası isə qabarmış formada yerləşir və üzərində cəmi bir ədəd 48 megapiksellik Fusion lensə sahib kamera var. Bu az da olsa modeli S seriyasının davamçısı 16i-yə bənzədibdir. Yəni arxadan baxanda Apple-ın büdcəli cihazlarını bizə xatırladır. Bu, mən bahalı iPhone işlədirəm mesajı vermək istəyən istifadəçilər üçün bəlkə də problemə çevrilə bilər. Öndə 6.5 düymlük Super Retina adı verilən OLED bir panel var. HDR10 Dolby Vision-i dəstəkləyir və ən önəmlisi ProMotion texnologiyası ilə minimal bir, maksimal 120 Hz-lik təsvir yenilənmə imkanına sahibdir. Açığı mən qorxurdum ki, Apple keçən il etdiyini eləyib Pro xaric bütün modellərini 60 Hz ilə göndərəcək. Amma nə yaxşı ki, bu baş tutmadı. Bütün modellərdə bu il 120 Hz-lik təsvir yenilənmə tezliyi var. Ekran maksimal səviyyədə 3000 nitsə qədər parlaqlığını qaldıra bilir və Samsungda gördüyümüz əks elətdirməni azaldan xüsusi örtük texnologiyasına da sahibdir. Digər önəmli bir yenilənmə də Ceramic Shield 2 şüşəsinin əlavə olunmasıdır. İndi ekran daha dayanıqlıdır cızılma və qırılmalara qarşı. Uzun sözün qısası, qiymətinin tam haqqını verən mükəmməl bir ekranı var iPhone Air-in. Ekranı qədər möhtəşəm olan ikinci detal sözsüz ki, performansdır. Apple A19 seriyasından ən güclü prosesor olan A19 Pro-nu Air-ə veribdir. Hərçənd ki, bir çoxumuz sadə variant
variantı gözləyirdik. Amma Air-də yer alan 17 Pro seriyasında olan çipin tam da eynisi deyil. Detallara baxanda CPU Pro seriyasında olan A19 Pro-dan bir qrafik nüvəsi əksik formada Air-in daxilinə yerləşdirilibdir. Üstəlik incəlik üçün buxar kamerasını da aradan çıxardıblar. Materialın özünün də titandan olması, yəni istilik yaxşı paylamaması məsələsi var. Yəqin ki, sözümü nəyə gətirdiyimi anladınız. Bu cihaz Pro seriyasındakı qədər sərin qalmır. İstənilən halda ağır işlərdə qızacaq, amma tam da əlinizi yandıracaq səviyyələrə gəlib çatmır. Bu il daha bir yenilik RAM yaddaşındadır. Artıq 8 yox 12 GB-lıq RAM-la gəlir bütün modellər. Başlanğıc yaddaşda 256 GB-dan başlayır. Ümumi olaraq 3 nanometrlik arxitekturalı prosesorla bu incə cihaz çox ağır və möhtəşəm işlər görməklə mənə MacBook Air-i xatırlatdı. Yəni alsanız performansından qətiyyən şikayət eləməyəcəksiniz. Minimum 5 il işinizi görəcək. Amma niyəsə USB girişini 2.0 texnologiyasına qaytarıblar. Mən açığı daha sürətli gözləyirdim. Burada bir kəsinti olubdu. Bu da nəzərimdən qaçmadı. Bundan başqa Apple bu modelində Qualcomm yox, öz istehsalı olan C1X modemindən və M1 şəbəkə çipindən istifadə edibdi. Bu ikili ilə birlikdə cihaz 5G, Wi-Fi 7 və Bluetooth 6 texnologiyalarını dəstəkləyir. Əlavə olaraq bu çiplərin istifadəsi enerji effektivliyinə də müsbət təsir eləyib. Çünki enerji bu smartfonun əsas həll olunması lazım olan məsələsi kimi görünür. Biz silikon karbon texnologiyasını gözləsək də Apple Air-də ənənəvi ion bateriyalarından istifadə edərək 3149 mAh-lıq tutum veribdi və paralelində enerjini effektiv istifadə etməyə çalışır. Bu tutum hardasa 6 il əvvəl təqdim olunan iPhone 11-in enerji tutumu qədərdir. Doğrudur, cihazı istifadə eləməmiş çox mənfi rəy eşitmişdim bateriyası barəsində, amma real istifadə mənə fərqli təcrübə yaşatdı. Air çox rahat bir şəkildə gün sonunu gətirdi. Bu ekranda olan nəticə öz istifadəmləndir. Gündüz 12-dən axşam 12-yə qədər smartfonu işlətmişəm, 15 dəqiqə 4K video çəkmişəm, 15 dəqiqə telefonla danışmışam, aktiv naviqasiya, biraz oyun, foto və sosial media. Axşam saat 12-də hələ 15% enerjisi var idi. Yəni bir Pro seriyası qədər deyil, amma internetdə deyilən kimi də zəif deyil. Əgər daimi səyahət edən və ya video bloger deyilsinizsə, bu cihaz sizinlə çox rahat gün sonu gətirəcək. Əlavə olaraq sürətli enerji yığma dəstəyi də Pro seriyası kimi deyil, naqilli və naqilsiz formada cəmi 20 watt. Bu da 30 dəqiqə ərzində 50% enerji deməkdir. Halbuki Pro seriyaları 40 watt-a qədər qalxa bilir. Apple özü də enerjinin problemli olacağını düşünüb Air uyumlu hər ehtimala powerbank da təqdim edibdi. Lakin bu powerbankı əldə etmək üçün $100 lazımdır. Burada məni bir sual yenə də narahat edir. Əgər əlavə case, əlavə powerbank alacaqdıqsa, elə gedib sadə iPhone 17 və yaxud da ki iPhone 17 Pro alardıq. Və nəhayət gələk kameralara. iPhone Air-də cəmi 2 kamera var. 18 megapiksellik ön və 48 megapiksellik arxa. Ön kamera bu il bütün modellərdə yenilənib və Center Stage adı ilə gəlir. Keyfiyyəti 17 seriyası ilə eynidir və nə yalan deyim, mən bu kameranı bəyənirəm. Xüsusən də Center Stage özəlliyi ilə bu formada telefonu çevirmədən fotolar çəkmək olur. Özü selfilərdə avtomatik adam sayına uyğun AI ilə genişləndirir bucağı. Amma nəzərə alın ki, öndə vertikal çəkimlərdə megapikseli 7-yə salacaq. Bunun səbəbi də elə bu Center Stage-dir. Yəni önə geniş bir matrisanı veriblər, vertikala çevirəndə avtomatik olaraq onu kəsir. Başa düşmək üçün belə deyim, ön tərəfə elə bilin ki, arxa kamera yerləşdiriblər. Arxada isə iPhone 16 və 17-də olan 48 megapiksel, f1.6 diafraqma və 26 mm-lik genişliyə sahib olan matrisa yer alır. Bu kameranın əsas kamera kimi işinə söz ola bilməz. Amma birinci amması odur ki, Pro və Pro Max-da olan eyni matrisa deyil. Baxmayaraq ki, megapiksel dəyəri eynidir. Piksel ölçüsü və görüntü emal sensoru daha kiçikdir. İkinci amması isə 3000 manata yaxın pul verdiyimiz cihazda ultra geniş bucaqlı və telefoto kamerası yoxdur. Sadəcə 2 qat rəqəmsal yaxınlaşdırmadan istifadə eləmək olur. Bu zamanda ön kamerada olduğu kimi megapikseldən keçəcək və megapikseli 12-yə salacaq. Həm ön, həm arxa kamera ilə 4K 60 FPS-ə qədər video çəkmək olur. Keyfiyyətinə və sabitləməsinə söz deyilməz. Bu il gələn dual video qeyd imkanını da əlavə ediblər. Həqiqətən 2 kamerası olsa da bu kameralar öz işlərini məharətlə görürlər. Pro'dan 2 fərqi arxasında 4K 120 FPS və ProRes video qeyd imkanının olmamasındadır. Burada tək mübahisələndiriləcək məsələ dediyim 2 kameranın yoxluğundadır. Bu zamanda belə bir sual ortaya çıxır. Əgər siz bu 2 kameranı axtarırsınızsa, bu zaman incəlikdən və yüngüllükdən imtina etməli olacaqsınız. Çünki Air sadəcə incə bir alternativ kimi seçimdir. Əgər o kameralarsa lazımdırsa, yolunuzu iPhone 17 seriyasından salmalısınız. Uzun sözün qısası, incə, yüngül, amma çox dayanıqlı. Yaxşı ekran, yüksək performans,
İşinizi görəcək iki möhtəşəm kamera Air-in top deyə biləcəyim özəllikləridir. Gövdəyə görə aşağı batareya həcmi, buxar kamerasının yoxluğu, stereo səs dəstəyinin olmaması, USB 2.0 girişi və sürüşkən çox barmaq izi götürən gövdə mənim yaşadığım mənfi təcrübələr olmuş oldu. Bilmirəm, bəlkə də C, Mini və Plus seriyası kimi bu model də bir neçə ildən sonra sakit və səssizcə bazardan çıxacaq, amma kim bilir, bəlkə də MacBook Air seriyası kimi çox uğurlu və davamlı bir seriya olacaq. Yəqin ki, satış nəticələri əsasında buna qərar verəcəklər. Dostlar, mənim şəxsi yanaşmam belədir. Mən aktiv istifadəçi olaraq almaq istəmərəm. Buna 3000 manat verdiyimə üstünə biraz da pul qoyub Pro alaram və yaxud da ki, eyni qiymətə 512 GB-lıq daxili yaddaşlı sadə 17. Amma aktiv istifadəçi deyilsənsə, kameralarla o qədər işin yoxdursa, incəlik və rahatlıq sənə önəmlidirsə, bu zaman ideal seçimlərdən biridir. İndi isə sualım sizədir. Sizcə bu modelə 3000 manata yaxın pul verməyə dəyərmi? Siz olsanız alardınızmı və həqiqətən bazarda incə smartfonlara ehtiyac varmı? Rəydə tərif və tənqidlərinizi yazın. İcmalı bəyəndinizsə dəstək üçün bəyənməyi və paylaşmağı da unutmayın.